İnanırsınız, öne bakmak mümkün değil. Ve yere biraz qar yağıb, sürüşkən bir yer. Herkese salam kızlar. İstəyirəm bu gündən normal bir sadə vlog çəkək. Həm günlük vlog kimi olsun, həm də içinə qarışıq nəsə bir şey eləyərik evdə qızlarla hər halda. Bir dənə qar yağır qızlar, bir dənə qar yağır ki. İndi başlayır. Baxın. Yəni bildiyiniz 2-3 dəqiqəndə buzdur özdə, buz kimi. 2-3 dəqiqənin içində bütün həyatı ağappaq eləyib. İndi bu vlog yəqin ki ya 2-3 gün sonra, ya da ən yaxşı ehtimal 2-3 həftə sonra YouTube-a yüklənəcək. Yəni onda qar olmayacaq. Yəni bu gün fevralın 10-udur. Fevralın 10-u və dəhşətli dərəcədə qar yağır, dəhşətli dərəcədə. Yadımdan çıxsa gələn il bu vaxt baxaram bilərəm ki 2026-cı ildə fevralın 10-unda ilk dəfə qar yağıb Şirvana, ondan öncə yağıb amma tutmuyor. İlk dəfə qar yağır və buz kimi çox belə dəhşətli bir qar yağır. 3 tane açarımız var bizim. Evimiz var yəni evimiz. Hə. Və indi çıxırıq. Züleyxanı məktəbə aparırıq. Çəkə bilsəm biraz yolda çəkərdim, amma telefon istanariyə çəkməyəcəm. Ümid edirəm ki, donmadan, mən əllərim tez donur, əlcəyim yoxdur. Donmadan, həsər görmədən gedib gələcəyik. Birbirimizi tutmazsak sonra da əlcəyi taxıb. Gedək. Geyinək çıxaq. Demək geyindi artıq indi çıxacağıq. Mən tutqanı geyib, yubka geymişəm nəyə görə? Çünki bu kutka aşırı isti tutqadır. İçi belə mehli olduğuna görə çox istidir. Ana modaya dəyər verir. Palto soyuqdur. Paltonu geyinsən, palto uzundur. Şalvarla geyinirəm. Amma o da çox soyuqdur. Ona görə bunu geymişəm və bunu indi elə var deyə bağlamalıyam ki, boynum açıq qalmasın. Amma bu zaman baxaq kimi getirmişəm. Mən bu bilmirəm. İndi gecə knopkalarımızı bağlayaq. Mən də burada əlcək geyinirəm dostlar. Uçacam əlcək geyinirəm. Bağlan buraya tamam, hə? Şimdi baxaq. Ayzama baxaq kimi çəkəmsəm çox qəşəng olar, içi saxlayaq. Mən tez üşüyəm insanım, bir axar kimi seçməm lazım. Bunlar imkan vermir. O getmir. Yox, bundan artıq bağlanmır. Dostlar mən geyindim. Hazıram. İndi çölə çıxıb mənim məktəb aparacağam. Bunu bura tutaq gedək. Hə dostlar, evdə resim yoxdur deyə. Sən də qapıyı bağlayacaq. Bunu bura bərkitmək istəyirəm ki, külək qapağını açmasın. Bunlar ikisi də eynidir. Mən də deyirəm ki, sındırmışam bayaqdan. Onda bunu bura tutururuq. Bunu da bura tutururuq. Yəni papağı bir-birinə yox, aşağıdakı knopkaları tuturam ki, külək vurub arxaya aparmasın deyirəm. Belə indi çıxırıq. Dostlar üzüyümə baxın, əldən üstünə özü geymişəm. Zeynəb təbii ki də çıxıb məktəbdən. Dərsdən gedir, bizi gözləyir sadəcə. Mən tez 2 dəfə gedib qayıda bilmədiyim üçün orada bizi gözləyəcək və biz indi onu gətirəcəyik. Və gedirik və iş orasındadır ki, mən çıxıb toyuqlara yeməyi verməliyəm. Heç istəmirəm, inanırsınız belə olduğuna görə. Qarlı olduğuna görə mən soyuq havanı heç sevmirəm. Çıxalım. İnanırsınız, önə baxmaq mümkün deyil. Və yerə biraz qar yağıb, sürüşkən bir yer. Önə bax. İşte belə belə ağarıb buralar. Amma yolumuz çala-çuxurdur da gördüyünüz vəziyyətdə. İndi sabaha buradan keçmək mümkün olmayacaq. Biz o tərəfdən. Şirvana qar yağdı. Baxın necə gözəl görüntü var amma ki, yəni üzü məktəbə getmək qeyri-mümkün. İndi biz məktəbdən qayıdırıq Zeynəblə. Məktəbdən qayıdırıq. Biraz rahatdır qaydanda. Çünki külək əks istiqamətdədir. Məktəbə Züleyxa ilə gələndə zülümlə gəldik, zülümlə. Yəni yola baxmırdıq da sadəcə. Çünki adamın gözünə dolur qar. Yola baxmırdıq. Adam bilmir də hardadır. Var ağzıma girdi dostlar. Ört olmaz, ziyandır. Ört. Hə belə. Nice. Anne atıyorum. At. Oo. Geldik çatdıq evə. Gəl. Gəldik. Yandım çəkim. Elə çantam qardı. Gedəndə inanırsınız necə zülümlə getmişik. Züleyxa ilə qar adamın gözünə dolur. Bunu belə çəkmişəm baş aşağı. Yola baxa bilmirdik ki. Yəni maşın gəlsə qabaqdan görməyəcəkdik elə. Nəsə soyunaq, yuyunaq, çörək falan yeyək, acmışam. Axşama yemək hazırlayım. Uşaqlar qar sevir, böyüklər sevmir. Bu kəsindir, kəsin bilgi. Belə, indi soyunaq eləyək, devam ederiz. Değil mi? Sən salam demişdin dostlara. Salam. Qızlar, gördüyünüz kimi çöldən bura girdiyimizə görə buranın qumuna baxın. Çünki orada ayaqqabımızı çıxardıb ayağımızla ki bura keçiririk. Həyat qum olduğuna görə bütün ayağımız altı qum olur. Onu da gətirib yaxırıq bura. İndi mən çörək zad yeyim. Çox acımışam. Günorta çörəyi yeyəcəm. Saat 2-yə qalırmı, işləyirmi, hardadır?
Hə, saat 2-nin yarısıdır. Günorta çörəyi yeməmişəm. Günorta çörəyi yeyim, ondan sonra koridoru qəşəng pülsoslayım, silim qapının ağzını, təmiz olsun. İndi gedirəm qızlar. Çöldə toyuqlara yemək verməyə, anik. Ən sevmədiyim qısım. Tapçıqa ilə gedirəm. İnşallah ki, ayağım yaş olmaz. Düşünürəm, amma səhv düşünürəm deyəsən. Yem verəcəm toyuqlara. Gelin geçin. Səsinə baxın. Toyuqlar qorxudan hamısı girib içəri. Bir də burada şey var. Bura şefer kimi idi də, bundan vurulmuşdu. Külək vurdu, qırdı oranı, qatlanıb üstünə qalıb. Allah qorusun kiminsə başına falan düşsə. Mən ora çıxıb bir şey eləyə bilmərəm. Evdə etkim yoxdur. Mən ora çıxıb bir şey edə bilmərəm. Şimdi mən burada çörək islatmışdım arkadaşlar. Bunu buğdan tökürük bura. Bir dakika. Bura su damır ki. Buğdan tökək. Kəpək verəcək çünki toyuqlara. İndi gedirik. Çörəkdən sıxaq bura əlavə edək. Qızlar, mən toyuqlara saxlamıram. Çünki qaynanam baxır həmişə toyuqlara. İndi o hələlik evdə yoxdur. Ona görə mən baxıram. Yəni elə görsənməsin ki, güya mən hamaratayım. Hər gün toyuğa falan baxıram. Yox. İndi qaynanam yoxdur. Yəni mən baxıram. İşi var, başqa yerdədir. Belə gördünüz qızlar. Buz kimi olub içinin suyu. Bu tam islanmayıb. Bu islansın. Gedək buna kəpəyə qataq. Uçmuşdu. Kəpəyimiz isə buradadır. Buna biraz kəpək qataq. Belə qarışdıracağım. Olacaq bir şey yem. Gedim toyuqları yemliyim. Sonra gedim özüm yemliyim. İndi mən nahar eləyəcəm. Oy qızlar. Dünən boş bişirmişdim. Ondan var. Onu yiyəcəm. Və Zeynəb yumurta istədi. Ona yumurta eləyəndə iyi xoşuma gəldi. Mən belə genəldə yumurta yeyə bilmirəm. İyi xoşuma gəldi. Özümə də yumurta götürdüm. Organik həyat yumurtası. Öz toyuqlarımın yumurtası. Yiyeyim yeməyimi. Sonra burada toyuq qoymuşam. Toyuğu doğrayacağım. Bastıracağım biraz peçə qoymaq üçün. Çünki qazımız spiçka boyda gəlir. Hava soyuyan kimi. Sonra bir balaca xəmir yoğuracağım. Az miqdar yoğuracağım. Çünki çörəyimiz var. Çörək az yeyirik də. Xəmir yoğuracağım. Elə bir Züleyxanın gətirəndən sonra saat 6-da falan pişirmək üçün belə yoğuracağım ki, o vaxt pişirim. Bir dənə balaca kündə bəsdir. Və koridoru pülsoslamaq mütləq lazımdır. Ayaqqabılarımızı yumaq lazımdır. Mənim üçün yox, çünki Züleyxanın dalınca gedəcəm. Amma Zeynəbin üçün yumaq lazım olacaq. Bir də yeyim, davam edeyim qızlar. Qızlar, gəldik. Mən yemək yedim. İndi çay dəmləmişəm. Qəşəng çay içəcəm və toyuğumu doğrayacağam. Sadəcə videonu açıram ki, sizlə bərabər edim. Çünki başqa tip video bilmirəm nə çəkim qızlar. Yəni ağlıma nəsə bir şey gəlmir və vaxtımız da yoxdur buna. Çünki dərsimiz var. Dərsə gedib gəlirik. Evdə işlər var, yeməyi var, təmizliyi var falan var. Və qızlar, bu arada mən ingilis dilini öyrənməyə çalışıram. Onlayn şəkildə hələ ki öyrənməyə. Onlayn belə deyək də, yəni internet üzərində bir səhifə var YouTube-da. Yəni ingiliscə öyrədir. Amma rusdur da, yəni rus səhifədir. Yəni mənə rahatdır ondan öyrənmək. Çünki Azərbaycanca elə səliqəli, səlis, nə bilim, mən başa düşəcəyim tərzdə bir YouTube səhifəsi hələ ki qarşıma çıxmayıb. Məsləhətiniz varsa, məsləhət görərsinizsə təbii ki baxaram. Orada eşitdiyim sözləri, bildiklərimi bilirəm, bilmədiklərimi yazaraq əzbərləməyə çalışıram, cümlə qurmağa çalışıram və ümid edirəm ki, alınar məndə. İndi mən durum çayımı süzüm, yeməyimi yığışdırım və bir də bu arada xanımlar, mənim YouTube üçün video çəkməyim ya da ki həyatımızı günlük vlog şəklində paylaşmağım nə mənim həyatıma, nə mənim uşaqlarıma təhsilinə ya da tərbiyəsinə mane deyil. Bəzi insanlar bəlkə də düşünür ki, mən vlog çəkirəm deyəndə nə uşaqlarıma baxıram, nə uşaq gördüyünüz kimi mən göndərib gördüyüm işi həyatımızı sadəcə elə ki, sizin gözünüzün önündə yaşayırıq kimi bir şey. Yəni düşünün ki, evdə bir kamera var, necə deyim, təhlükəsizlik kamerası var və o bizi çəkib bütün günü və biz işimizi görürük. Kimi düşünün? Yəni bu bizim həyatımıza çünki mən editlə də vaxt itirmirəm. Yəni oturum saatlarca 5 saat, 6 saat editlə uğraşım ki, səliqəli edit alınsın falan. Yəni o həmin vaxtımı ala bilərdi, amma mən ona da vaxt itirmirəm. Necə çəkirəmsə YouTube videonu, o şəkildə də sadəcə birləşdirib lazım olmayan hissələrini çıxardıb YouTube-a əlavə edirəm. Bu mənim uşaqlarımın nə təhsilinə, nə tərbiyəsinə maneəsi yoxdur. Əgər kimsə elə düşünürsə, əminəm ki, yəni özünə sınıb baxsa daha yaxşı olar. Belə, indi Dostlar 2 dəqiqə gözləyir. 2 dəqiqə gözləyin, indi Zeynəb gəlir. Bu arada buralarım nəsə ağrıyır. Bilmirəm nədən. Soyuq dəymək kimi bir şey deyildi. Bugün soyuq ola bilər, çünki o qar üzümüzə necə vurdu, inanırsınız, dəhşət.
mən papağı bura kimi qoymuşdum. Belə papağı belə açmışdım burasını ki, gözümün içinə dolmasın ən azından. Yaylığı bura kimi qaldırmışdım. Züleyxanı da bura kimi şər, papağını da bura kimi. Gözləri belə görsənmir. Çünki uşaqlar məktəbdən çıxır, qarşılaşır. Uşağın gözü görsənmir. Ona tapşırmışam da ki, yola da baxma. Çünki gözünə girir adamın. Yola da baxma. Sən gəl, mən tutub əlinə səni sürüyəcəm. Dostlar, öncəliklə bunu ötəliyim. Bizə şək yazana. Adaylı ilə birlikdə videoda göstərmək istəyirsənsə, məktub yazıb seni kafeye qoya bilərlər. Çünki Ayşə ısıb. Daha açıq aydın danışmışsınız. Sinif yoldaşı Ayşə buna məktub yaz. Siz də əgər adınızla birlikdə şəhəriniz oxunmasını istəyirsinizsə, məktub yazıb Zeynəb kafeye qoya bilərsiniz. Bunu kim yazıb? Hansı Ayşə? Məmmədli. Təşəkkürlər Ayşə. Bizim ən böyük dəstəkçilərimizdən biri və ən sevdiyimiz insanlardan biridir. Anasını da çox sevirəm. Buradan salam deyirəm hamısına. Sən oxu onu, mən yavaş-yavaş işlərimi davam edirəm. Gəldimi aparıcı kimi hissələrim. Hə, kiçikliyəm. Salam əziz Züleyxa və Zeynəb. Sizi çox sevirəm. Və izləyirəm. İzləyirəm videolarınız əladır. Yaxşı ki varsınız. 500k abunə olacağıq. Bütün videolarınız ayrı bir rəng qatır. Zeynəb və Züleyxa. Gözəl sözlər yazıb. Təşəkkür edirik Ayşə bu gözəl sözlərə və görə çox gözəl, çox möhtəşəm dəstəkli və sözlər. Bunları şərhdə də yazın. Həqiqətən qoy bəzi insanlar da oxusun, görsün. Yəni baxmayın, şərhdə mənfi rəy yazan olmadığına. Yəni biz izləyicilərimizin hardasa deyək ki 4%-də məsəl üçün Şirvandadırsa, qarşılaşırıq bəzi insanlarla. O neqativlərin belə canlı ötürürlər də, başa düşdünüz? Yəni ona görə bu pozitiv şərhləri, məktublarınızı şərhlərdə də yazın, qoy o insanlar da bilsinlər. Nə bilim, özlərini seçsinlər. Aşkım sən saçdın. Mən saçdım hanım. Evet. Ve dostlar ne içeceğim? Dostlar çay çaplasın. Evet. Burada qalsın məktub bölməmə atıram. Ayşədən gələn və digərlərindən gələn bütün məktublar, hədiyyələr, hamısını bir yerə yığmışam, bunu bölmüşəm yuxarı. Yuxarı deyəndə əl əfələr. Hə, yuxarı dəfə. Evet. İstədiyim an gəlib əl atıb götürə bilərəm. Hətta gətirin burada göstərim. Yoxsa onun üçün ayrı bir dənə kiçik bir dənə video çəkib göstərərəm. Kiçik bir dənə video çəkib göstərərəm. Ay, Yazıram səni. saçımı. Bu ne içeceğim? Ay marka. Alın gösterdim. Hayda bu lavaş turşumu eləyərək yiyəcəm. Çünki dişimi çıxardım. Kızlar indi toyuğu doğrayıram. Gülbari bastırma eləyim. Bu arada kızlar mən ingilis dili, ümumiyyətlə xarici dil öyrənməyə, yəni çox yatımlıdır da dilim deyim, necə deyim. Həm aksanını çox rahat danışa bilirəm, yəni aksentləri çox rahat danışa bilirəm. Həm də söz öyrənmək bacarığım. Ümumiyyətlə söz bazam ingilis dilindən, yəni evdəkilərin, evdə bütün hər kəsə nisbətən, yəni 4 nəfərik də ən yaxşı, ən çox söz bazası olan hardasa mənim. Mən ingilis dilindən heç vaxt kursa getməmişəm, heç vaxt hazırlığa getməmişəm. Sadəcə orta məktəbdə, bilmirəm müəlliməmiz indi yaşayırmı, yoxsa çox yaşlı idi o vaxt müəlliməmiz, Aybəniz müəllimə var idi. Onu o qədər çox xətrini istəyirdim o müəllimənin. Yəni xətrini çox istədiyim müəllimələrdən bəlkə də birincisi Aybəniz müəllimə idi. Qazaxlı idi deyəsən, səhv etmirəmsə. İngilis dilin birdən Aybə müəllim olub bizim müəlliməmiz ingilis dilindən. Zeynəbatan məktəbindən buradan Zeynəbatandakı müəllimlərə salam deyirəm. Bir nömrəli məktəbdə. Naibə müəllimə olub. Elə o da qəşəng çox güclü müəllimə idi. Daha sonra isə Aybəniz müəllimə olub. Çox güclü müəllimə idi. Yəni mən üzündən oxumağı da çox rahat oxuyuram. Yəni istənilən sözü oxumaqda heç tanımam. Yəni çox çətin gələrsə o söz oxumaqda çətinlik çəkərəm. Amma belə məsəl üçün hərf birləşmələridir. Bu hərf necə səslənə bilər burada? İndi necə bunu tələffüz etməliyəm? Yəni asanlıqla edə bilirəm və ən azından yəni tanış olmayan bir söz görən. Deməli qızlar, yeməyimi qoydum, yeməyim bişir. Qazımın üstünü sildim, qablarımı yudum. Bu isə toyuğu və kartoşkanı şeylədim qabda. İndi onları yaxalayacağam və indi un ələyəcəm. Çox az un ələyəcəm. Xəmir yoğuracağam və belə. Və sonra Züleyxa məktəbdən gələcək. Bu arada məktəbdən gətirmək üçün özüm getmək istəmirəm. Yoldaşıma dedim, atası gətirsin. Çünki çox soyuqdur. Xahiş edirəm ki, işdən biraz tez çıxsın və Züleyxanı götürsün, gəlsin. Təbii ki, bir taksi ilə falan gətirsin də. Çünki yoxsa yəni çox qarlıdır, çox soyuq şeydir də hava. Belə, hələlik bu günlük bu qədər olacaqmı, olmayacaqmı davamı bilmirəm. Hələlik mən gedib işlərimin gerisində qalanlarını da davam etdirim. Bu arada çöldə bayaq paltarları yığdım və paltarlar nəmi idi yenə gətirib beləsinə atmışam. Bunlar hələ də nəmdir. Onları kombiyə sərdim, qurutdum, götürdüm və Zeynəb indi dərs yazmağa gəlir. Telefonda dərslər yazacaq. Və belə, mən bir dənə qalır, hə, koridoru plisoslamam. Əsas yəni önəmli o qalır. Koridoru plisoslayıb təmizləyəcəm. Sonra axşam yeməyi, axşam qabları yumaq falan belə. Və heç gözləmədiyim halda yoldaşım mənə sevgililər günü hədiyyəsi olaraq ətir alıb. İndi Zeynəb onu açır. Bir ədəd öz üçün sifariş vermişdi. Bir ədəd mənim üçün. Onun hədiyyəsini açarkən, onun ətirini açarkən yəni çəkmədim. Çox həyəcanlandım. Mən ətir görəndə belə deyim də, yəni axan sular durur. Açdım və mənim ətirimi isə Zeynəb açır. Və kanalımızı bura kimi izlədinizsə videomu, bəyəndinizsə bəyənməyi, like etməyi, kanalımıza abunə olmağı, bizə dəstək olmağı unutmayın. Növbəti gözəl videolarda, gözəl günlərdə görüşənədək sağ olun.